bizə təqdim olmaq. Davam edirik. Bizim çox məşhur bir mövzulardan biri haqqında danışacağıq qarşıdakı dəqiqələrdə. Çünki insan sağlamlığı cəmiyyətin sağlamlığıdır. İnsan sağlamlığı nə qədər prioritetlisə, bir o qədər sağlam cəmiyyət üçün müəyyən problemlər yarana bilər ki, onları aradan qaldıraraq bu məsələyə işıq sala bilərik. Məsələn, ana südü ilə qidalanma. Ən vacib məsələlərdən Ən vacib məsələlərdən biridir. Çünki əgər bizim bu barədə daha geniş söhbət açacaq bir qonağımız da var. Qarşıdakı dəqiqələrdə onu sizə təqdim edəcəyik. Qonaq bizimlə bu mövzunu ətraflı müzakirə edəcək. Çünki sağlam qidalanma elə sıfırdan başlasaq, yəni körpə yaşlarından daha önəmlidir. Ana südü ilə qidalanma nə qədər vacibdir, nə qədər... Əslində çox vacibdir. Düşünürəm ki, nə qədər analar fərqinə varmasalar da, bir növ dəv kimi deyim, yoxsa digər bir çox məsələlər var ki, analar çalışır ki, yəni o süd vermə prosesi, çünki bu bir neçə saat davam edə bilər, bir neçə il davam edə bilər. 1 yaşından 2 yaş arası körpələr ana südü ilə qidalanmalıdır deyə bunu yəni ertələyə bilərlər, ancaq bu vacibdir. Bu barədə biz Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Günay xanım Quluzadə ətraflı söhbət açacaq. Çünki artıq ərsəyə gələn yeni bir Sözdən əmələ keç, sağlam qidalanmanı seç adlı belə bir layihə haqqında bizə söhbət açacaq. Günay xanım, xoş gördük. Sabahınız xeyir. Xoş gəlmişsiniz, salamlayırıq sizi. Şadıq sizi əvvəla görməyə, salamlayırıq. Təşəkkür edirəm, çox sağ olun. Nədir bunun əsasında dayanan motiv? Nəyə görə bunu daha çox qabartmaq lazımdır? Maarifləndirmə burada nədən ibarət olmalıdır? Günay xanım, bu barədə siz danışacaqsınız. Çox sağ olun. Öncə ilə layihəmizin adını qeyd elədiniz. Sözdən əmələ keç, sağlam qidalanmanı seç layihəsidir ki, insanları sağlam qidalanmağa təşviq edən, dəvət edən bir layihədir. Bildiyiniz kimi bütün xəstəliklərin həkimlər və mütəxəssislər də bildirir ki, çoxunun altında duran səbəblərdən biri də qeyri-sağlam qidalanma, düzgün olmayan həyat yaşamaqdır. Elə bu layihənin adından da iləri gələrək siz də bayaq çox yaxşı qeyd elədiniz ki, insan doğulduğu, dünyaya gəldiyi ilk andan etibarən ilk qidası ana südü olur və bu layihəyə də ilk biz ana südlə başlama qərarına gəldik. Ana südü həqiqətən də, bayaqda mən baxıram, siz də efirlərdə təbiətin möcüzələrindən danışırsınız, gözəlliklərindən və təbiiliyindən. Həqiqətən də ana südü məncə insan həyatında qəbul edə biləcəyi ən təbii və ən möcüzəvi bir qidadır. Günay xanım, bəzən olur, bax, ötəri olaraq bir neçə dəqiqə bundan əvvəl toxunduq, amma günümüzün xoşa gəlməyən deyim, ürək açmayan deyim bir reallığı var ki, adətən xanımlar, gənc analar övladına süd verməkdən çəkinirlər. Müəyyən estetik baxımdan, yəni korlanmaqdan qorxurlar, bilmirəm. Çəki saxlamaq məsələsi. Çəki filan digər nüanslar var. İndi bu müəyyən tibbi terminlərlə belə deyə ifadə olunur. Amma necə eləyək ki, bir faydamız toxunsun o analara ki, bu südün uşağa nə qədər faydası var. Biz o südü verməməklə uşağı nələrdən məhrum eləyirik? Əslində, maariflənmə işi burada çox önəmlidir. Hər zaman deyirik ki, maariflənmə işi əsl silahdır, güclü bir bizim silahımızdır, amma düzgün şəkildə istifadə edildikdə. Yəni, əslində analar düzgün maariflənsələr və bilsələr ki, əslində ana südünün tərkibində həm onların öz sağlamlığı, həm körpələrinin sağlamlığı, hətta deyərdim ki, müəyyən beynəlxalq təşkilatlar, Ümumdünya Səhiyyə olsun, açıqlama verir ki, ana südün ilk 6 ay ərzində və 2 yaşına qədər ana südlə qidalandırılmalıdır və bəzən analar düşünür ki, 2 il ərzində ana südlə qidalandırdım və ana südün təsiri bitdi. Amma elə deyil. Ana südünün insan həyatında uzun müddətli sağlamlıq, necə deyim, dəstəyi var. Yəni, biz 2 yaşa qədər övladımızı əslində ana südlə qidalandırdığımız amma gələcək həyatında bir növ sığortalayırıq. Analar bunu bilmirlər. Sağlamlıq bünövrəsi inkişaf edirik. Sağlamlıq bünövrəsi inkişaf edir. Həmin xəstələr, həmin uşaqlarda gələcəkdə müəyyən xəstəliklər var ki, onlara yoluxma riski daha az olur. Məsələn, qeyri-infeksion xəstəliklərə tutulma riskidir, ikinci tip şəkərli, diabetli, piylənmədir və bir çox ürək xəstəliklərinə tutulma riski daha az olur. Bunu bir növ peyvənd adlandırmaq olur. Tam olaraq da elədir. Ana südü uşağın ilk peyvəndidir. Bəli. İlk 6 ay ərzində ana südlə qidalanma, yalnız ana südlə qidalanma çox önəmlidir. Hətta maye verməyə belə ehtiyac yoxdur və ana südünün
unikal formulası bundan irəli gəlir ki, yəni özündə körpənin sağlamlığı və inkişafı üçün ehtiva bütün lazım maddələri, zülallardır, karbohidratdır, yağdır, mineral və vitaminləri ehtiva edir və qəti şəkildə heç bir kənar qidaya ehtiyac qalmır. 6 aydan sonra isə 2 yaşına qədər digər qidalar olmaqla ana südlə qidalandırmaq tövsiyə olunur. Günhan xanım, bəzən el arasında, məsələn, gənc xanımlarımıza daha çox qaynanası, anası tərəfindən tövsiyələr, məsləhətlər olur. Ananın südünün artırılması üçün, məsələn, ana doğrudan da istəyir ki, qidalansın, amma süd bir qədər qıtlığı yaşayır. Süd bol olsun deyə və ana ilk doğuşdan sonra onun südü olsun deyə hansı nüanslar var ki, onlara mütləq diqqət yetirmək lazımdır? Əslində, burada iki şey əsasdır. Qidalanma və normal yuxu. Yenə ana olan fərdlərdə biraz yuxu problemi olur. Məsələn, ilk hamiləlikdə, o təsir edə bilər. Bəli, təsiri mütləq də sağlam qidalanma. Onsuz da sağlam qidalanma, yəni burada da görsənir ki, ana südünün yaranmasında da, ananın sürətli bərpa olunmasında çox önəmli rol oynayır. Siz ilk öncə çox yaxşı bir şey vurguladınız ki, xanımlarımız müəyyən səbəblərdən bəzən stres ola bilər. Yəni biz qadınları bəzən çox da qınamırıq, stres ola bilər, panika ola bilər və ya dediyiniz kimi gözəllik algıları var ki, və ya çəkilərin artmağından çəkinirlər və ya bədən quruluşlarının pozulmağından. Amma çəki artımının azalmasında belə ana südünü qidalandırma çox önəmlidir. Çünki ananın südü yağlıdır, müəyyən vitaminlərlə zəngindir və onun övladına verdiyi zaman onsuz da o yəni çəki atmağa, bərpa olmaq daha sürətli şəkildə baş verir. Və bir şey də vurğulamaq istəyirəm, əgər analar bilsələr ki, ana südlə qidalandırmağın ananın öz gələcək sağlam həyatına nə qədər təsiri var, əminəm ki, bundan yan keçməzlər. Qadınların iki əsas xərçəngə yoluxmasının riskini aşağı salır. Bir süd vəzi xərçəngi, bir də qadına xərçəng xəstəliklərinin tutulmasının qarşısını alır. Bu baxımda da önəmlidir. Həm də ki, ana südünün funksiyası, yəni yaranması da özü 3 əsas mərhələdən ibarətdir. İlk yaranan, məsələn, analardan süd gələn zaman ağız südü adlanır, kolostrum adlanır. Onu bəzən analar övladına verməkdən çəkinir. Normal süddən daha tünd rəngdə olur, daha qəhvəyi rəngdə olur. Amma o ilk 1000 gün ana südlə qidalanma qaydasında o ilk ana südünün önəmi çox böyükdür. Çünki tərkibində dediyimiz komponentlərdən əlavə olaraq anticismlər də olur ki, yeni doğulmuş körpəmizin həyata adaptasiya olmağında, yəni infeksiyaların qorunmağında əvəzsiz bir rolu var. Günah anam, bəzən düşünürlər ki, kifayət qədər bahalı piştaxtalarda cürbəcür uşaq qidaları var. Ana südü vermirəmsə, o həmin bahalı qidalar o ana südünə əvəz eləyir. deyə bir düşüncə var. Bax, yəni bunun üzərindən də keçmək olmaz. Sadaladığımız bu şeyləri bir daha vurğulamaq istəyirəm ki, heç bir süni qida ana südünü əvəz edə bilməz. Unikal tərkibi heç biri özündə ehtiva edə bilməz. Və bu süni qidaların da övladımıza vermək bizim gələcəkdə övladımızı piyələnmə riskini də artırır. Çünki onlarda daha çox qidalandırıcı, daha çox kökəlməyə meyilli olan karbohidratlardan daha çox ibarətdir onların tərkibi. Amma ana südünün tərkibi uşağın ehtiyaclarına uyğun olaraq dəyişir. Əsas möcüzəsi də buradadır. Uşaq nə tələb edirsə, ananın südü ona uyğun formalanır. Mən hətta bir dəfə bir idmançı dostlarımızdan biri həmin o uşaq qidasının üzərini oxuyanda bir anlıq belə şok yaşım. Nə qədər protein var burada deyir. Yəni bu qədər proteini, o miqdarını alıb deyir, insan məşq eləməlidir də normaldır. Bunu uşaqlar yeyir, yatır. Ümumiyyətlə, qadınlar, xanımlar, gənc xanımlar xüsusən də öz övladını südlə bəsləyəndə şikayətlənirlər. Saçlarım töküldü, dişlərim xarab oldu, dırnaqlarım dəyişir. Əslində bu baş verməlidir, bu normaldır. Amma burada ananın özünün də qidalanması vacibdir. Çox önəmlidir, əlbəttə. Yəni hansı qidalara daha çox üstünlük versinlər gənc analar? Daha çox dediyimiz kimi zülallardır, karbohidratlardır, yağlardır, su miqdarına diqqət eləməlidirlər ki, yəni onların enerjilərini daim zirvədə tuta biləcək, bərpa edə biləcək qidalanma. Yəni təkcə özü üçün yox, 2 nəfərin yerinə qidalanmalıdır. Onsuz da ana südü ananın bədənindən istehsal olunduğuna görə bu dediyimiz halların baş verməsi çox normaldır. Yəni biz bunu qida ilə və sağlamlıqla çox rahat bərpa edə bilərik. Bir də bir nüans var. Biz əks cinsi nümayəndələrindən çox xahiş edərdik ki, bu məsələdə yardımcı olsunlar. Bəzən gənc analarımızı qınayanlar olur ki, südü azdır, özü körpəsinə süd vermək istəmir. Bir stresə salmaq kimi xüsusiyyətləri olur. İnanın ki, o stresin özü də südü qaçıra bilər. Yəni bu məsələlərdə əsəb sakitliyi, komfortlu həyat şəraiti o ananın bol südünə təsir göstərə bilər. Ana südlə qidalanmada ikinci yoldaşın, ana və atanın da ətrafın çox önəmli rolu var. Çox önəmlidir. Həm psixoloji cəhətdən qadın da ilk dəfə ana olur, məsələn, ilk dəfə ana olanlarda
təcrübəsi yoxdur, müəyyən şeylərlə qarşılaşa bilər. Anlayış önəmlidir. Mən sizin vasitənizdə bir dənə elanda vermək istəyirəm. Biz hamilə qadınlara ana südlə bağlı çox maraqlı bir müzakirəmiz olacaq. Ayın 6-sı təbib, Ümumdünya Səhiyyə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Fondu və Nutrisiologiya və Dietologiya Assosiasiyasının birgə əməkdaşlığı ilə yeni klinikada başlayacaq. Hamilə qadınlar üçün, sırf hamilə qadınlar üçün nəzərdə tutulub. Dediyimiz bütün nüanslar orada var. Məkan harda olacaq? Yeni klinikada olacaq, təbii yeni klinikasında 6 mayda və bizim sosial şəbəkələrimizdə linkləri var. Saat 10-da başlayacaq. Oradan daxil olub qeydiyyatdan keçə bilərlər. Ginekoloq qonaqlarımız olacaq, pediatr, neonatoloq. Yəni interaktiv olacaq, sual cavab. Hətta siz dediyiniz kimi psixoloq, psixoloji yardım da orada göstəriləcək ki, hansısa məsələn çətinliklərlə qarşılaşdığınız zaman necə mübarizə aparmalısınız. Bu baxımda anaları dəvət etmək. Mən sadəcə bilmirəm, bəlkə də yaradılıb mobil tətbiq. Digər dillərdə mən əslində şahidi olmuşam. Türk, daha çox rus və yaxud da bir dəstək kimi. Həmin dönəmlərdə nə etmək lazımdır deyənə bir növ süni intellekt vasitəsilə analara yardımcı olur. Onun Azərbaycan dili versiyası bilmirəm. Mən bilən yoxdur. Hələ yoxdur, amma bax belə bir şans var mayın 6-sında. Belə tədbirin keçirilməsi bizim gənc xanımlarımıza, yəni hələ gələcək dünyaya körpə gətirəcək xanımlarımız interaktiv şəkildə. Hazırlıq mərhələsi kimi düşünək, hazırlıq eləyirik onlara. Əslində Günay xanım, bu yaxşı bir ideyadır. Çünki bəzən hamilə xanımlarımız belə məsələlərdən kənar dururlar, aktiv olmurlar, çalışırlar ki, evdə bəslənsin, bir qədər rahat həyat şəraiti keçirsin, amma nə qədər idmanla məşğul olsa, aktiv olsa, bax belə interaktiv söhbətlərə qoşulsa, həm maariflənəcək, həm də sağlamlığın odur ki, geyinsinlər, kecinsinlər, bəzənsinlər, qələm dəftəri götürsünlər, gəlsinlər həmin tədbirə. Hər birinin yolunu gözləyir. Təşəkkür edirik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Günay Quluzadə proqramımızın qonağı idi. Günay xanım getməyin, çünki bərabər bir musiqi dinləyəcəyik. Bəli. Ana südünün vacibliyi haqqında layihə ərsəyə gələcək və bu layihə haqqında biz ətraflı söhbət etdik və növbəti bir gənc ifaçımız da bizə musiqi nümunəsi təqdim edəcək. Bəli,